Yaxşı baxın, indi bütün İslam küfrlə vuruşmağa qalxıb. Ali? Ali ibn Əbu Talib? İlahi, indi huzurunda sənin adını daşıyan və risalətini davam etdirən, onu yaymağa çalışan bu gənc qəhrəmandan başqa heç kəs yoxdur. Səni sevən bu müsəlmanlar mübarizəyə qalxıblar ki, qoy hamı müsəlman olub səni sevsin. Bu vəziyyətdə əlini sənə tapşırır. Öz lütfünlə onu sabit qədəm elə, iradəsinə dözüm, qollarına qüvvət ver. Biz kiminsə qanını tökmərik. Qılıncını götür, çıx get qəbilənə. Hətta əgər Əbu Sufyan da sənə qoşulub qayıtsa, onda bu qoşun da mübarizəyə qalxmaz. Sən heç məni tanıyırsan? Bəli, çox yaxşı tanıyıram. Yəqin bilirəm ki, sən xəndəkdə bir qılınc belə vura bilməyəcəksən. Elə isə, ey əmir, indi seç istədiyini, qoy hamı sənin şücaət qanunlarını bildiyini görsün. Ey Əbu Süfyan, bu cavan oğlan məni 3 təklif qarşısında qoydu. Ya müsəlman olum, ya səni tək qoyum, ya da onunla vuruşum. Eləsə yerində dayan, dad qılıncımın gücünü. Onda görərsən ki, yırtıcı şir də məndən qorxub qaçar. Çox yaxşı danışdın. Amma əvvəl atından yerə düş. Allahu Akbar! Allahu Akbar! Sənin ayağını kəsdim ki, qışları kəsilmiş atın çəkdiyi ağrını hiss eləyəsən. Qurtar işini cavan. Məni bu hesabdan qurtar. Bu vaxtacan heç kim məni bu cür yerdə qalmış görməyib. Kes başımı! Hara gedirsən? Qurtar məni bu əzabdan, ya Ali! Mən sənin qılıncının gücünə yaxşı bələdəm. Bilirdim ki, ərəblər arasında Əlidən başqa məni öldürən olmayacaq. Üzünə tüpürdüm ki, işimi tez qurtarıb məni öldürəsən. Məni bu əzabdan
Cemaatın istehzalı baxışlarından qurtar, rahat elə. Biz Əhl-i Beyt Allahın rizasından başqası üçün heç nə eləmirik. Üzümə tüpürməyin qəzəbləndirdi məni. Qəzəbləndiyimə görə səni tez öldürsəydim, onda mən öz razılığımı Allahın razılığından üstün tutmuş olardım. Biraz var-gəl eləyib, qəzəbimi sakitləşdirdim, tövbə elədim. İndi səni Allahın adı ilə, onun əmrinə görə öldürürəm. Hala qaçırsınız ay qorxaqlar! Qalın, döyüşün! Əlinin xəndəkdə vurduğu zərbə bütün məxluqatın ibadətindən üstündür. Əli! Əli! Yaxşı qulaq as mənə ey Əbu Talibin oğlu. Sənə olan qəzəbim sonsuzdur. Qılıncımın zərbəsini dadmağa hazırla özünü. Bu elədiyindən sonra ömrüm boyu sənə düşmənəm. Eşitdin dediklərimi? Bundan sonra sənə düşmənəm. Əbu Sufyan nəyə görə əlindən bu qədər yanıqlıdır? O bu sözləri Rəsulullaha deməli idi. Əbu Süfyan döyüşmək fikrindən daşınsa da, onun şeytan kimi böyük düşmən ürəyi var. Dünya durduqca mənə və mənim nəslimə düşmən olacaq. Sizi and verirəm Allaha. Deyin görüm aranızda məndən başqası varmı ki, Peyğəmbər onun haqqında desin, ya Əli, səni yalnız mömin sevər. Səninlə yalnız kafir düşmən olar. Düzdür, doğru deyirsən. Heç bir şübhə yoxdur ki, bu haqq sözdür. Vallah yox, vallah yox, vallah yox. Ya Əli, bu kəlam yalnız sənin haqqındır. Dediklərinin hamısı haqdır ya Əli.